yaşadığı həyat boyunca psixi, yəni ruhi sağlamlığı, fiziki, yəni bədən sağlamlığı qədər önəmlidir və bu hər ikisi bir yerdə vəhdət təşkil edir. Psixi sağlamlığın nisbi olaraq 3 göstəricisini, kriteriyasını qeyd etmək istəyərdim. Birinci, duyğular, yəni hisslər. İkinci, düşüncələr, yəni fikirlər. Üçüncü, davranışlardır. Qura bilsək, yarada bilsək, biz doğru yolda addımlayarıq və biz o qaranlığı deyil, biz bu günləri günəş ışığıyla parıldayanları biz göstərə bilərik. Bax, köməklik göstərə bilərik. İstər psixoloji tərəfdən, istər məktəb tərəfindən, istər təhsil tərəfindən. Gücümüz çatdığı qədər biz sizin arxanızdayıq, yanınızdayıq. O doğru yolda olmaq üçün qarşınızdayıq. Çox sağ olun, təşəkkür ederim.